5x kiçik bərabərdir 3 vurulsun x plus 3 bərabərsiyinin natural həllər cəmini tapın. 5x kiçik bərabərdir 3x plus 9. 2x kiçik bərabərdir 9. X kiçik bərabərdir 4,5. 4,5-dən kiçik natural ədədlər 1, 2, 3 və 4-dür. Bu ədədlərin cəmi isə 10-a bərabərdir. Cavab Y-dir. Kök adda 18, üstəgəl kök adda 50 böl 8 çıxılsın kök adda 2 ifadəsinin qiymətini tapın. Kök adda 18 3 kök adda 2-dir. Kök adda 50 isə 5 kök adda 2-dir. Bölünsün 8 çıxılsın kök adda 2 bərabərdir. 8 kök adda 2 bölünsün 8 çıxılsın kök adda 2. 8'ləri ixtisar eləsək, kök adda 2 çıx kök adda 2 bərabərdir 0. Cavab A. X kvadrat çıxılsın 2x plus A bərabər 0 tənliyinin kökləri cəmi neçədir? Viet teoreminə görə bu tənliyin kökləri cəmi x1 plus x2 bərabərdir 2 olacaq. Yəni mənfi B böl A düsturuna əsasən. Cavab B-dir. Bir sinifdə 21 şagird var. Sinifdəki oğlanlar sayı qızların sayının 2 mislindən 3 vahid azdır. Sinifdə neçə oğlan var? Sinifdəki oğlanların sayını x desək, daha doğrusu qızların sayını x ilə işarə edəsək, qızlar bərabərdir x, oğlanlar bərabərdir 2x çıxılsın 3 olacaq. Cəmi 21 şagird var. Ona görə də 2x çıx 3 üstə gəl x bərabərdir 21. 3x bərabərdir 24. X bərabərdir 8. Deməli, sinifdə 8 qız var. 21 çıx 8 bərabərdir 13 oğlan var. Cavab C-dir. A bərabərdir 3x plus 50 bucağı ilə B bərabərdir 30 plus x bucağı qonşu bucaq olarsa, kiçik bucağı tapın. Qonşu bucaqların cəmi 180 dərəcə olduğundan 3x plus 50 üstə gəl 30 plus x bərabərdir 180. 4x bərabərdir 100. X bərabərdir 25. Kiçik bucaq 30 üstə gəl x olduğundan 30 plus 25 bərabərdir 55 olar. Cavab B-dir. 2 kiçikdir A, o da kiçikdir 7 və 1 kiçikdir B, B də kiçikdir 4 olarsa, A çıx B fərqinin ən böyük tam qiymətini tapın. Deməli, A ədədi 2 və 7 arasındadır. Mənfi B ədədi isə B 1 və 4 arasında olduğundan mənfi 4 və mənfi 1 arasındadır. O zaman A çıx B ifadəsi 7 çıx 1 və 2 çıx 4 arasında olacaq. Yəni A çıx B 6 ilə mənfi 2 arasında olacaq. A çıx B'nin ən böyük qiyməti təbii ki tam qiyməti 5 olacaq. 6-dan kiçik olduğuna görə cavab D-dir. Tərəfləri 5, 12 və 13 cm olan üçbucağın sahəsini tapın. Bu üçbucaq düz bucaqlı üçbucaqdır. Çünki yenidən çəkirik. Tərəfləri 5 cm, 12 cm və 13 cm olan üçbucağın sahəsini tapın. Bu üçbucaq düz bucaqlı üçbucaqdır. Çünki 5'in kvadratı üstə gəl 12'nin kvadratı bərabərdir 13'ün kvadratıdır. Düz bucaqlı üçbucağın sahəsi isə katetləri hasilinin yarısı olduğundan S bərabərdir 5 vur 12 bölünsün 2. Cavab 30 olacaq. B variantı. X-in hansı qiymətində
Kəsirin mənası yoxdur. Kəsirin mənasının olmaması üçün məxrəc sıfıra bərabər olmalıdır. Bu ifadədə 2x plus 3 bərabərdir 0, 2x bərabərdir mənfi 3, x bərabərdir mənfi 1,5. Cavab C variantı. Düzbucaqlı bucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü onun hipotenuzunu 4 və 7 cm hissələrə ayırır. Bu hündürlüyün tam hissəsini tapın. Bilirik ki, h kvadratı bərabərdir m n'dir. Yəni bu hipotenuzun ayırdığı hissələrdir. Şəkildə göstərsək, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən hündürlüyün hipotenuzdan ayırdığı hissələri m və n ilə işarət etsək, onda belə bir düstur doğrudur. Deməli, h kvadratı bərabərdir 4 vur 7, h bərabərdir kök altda 4 vur 7, yəni kök altda 28. Bu ədədin tam hissəsi isə aydındır ki, 5-ə bərabərdir. Çünki kök altda 28, 5 və 6 arasında olan bir ədəddir. Onun tam hissəsi 5-dir. Cavab B. Əbob 72, 96-nı tapın. 72 və 96-dan ortaq vurul çıxarsaq, hər ikisi 24-ə bölünür. 24 vurulsun əbob 3, 4 yaza bilərik. 3 və 4-ün əbobu 1-dir. Cavab 24-dür. C variantı. X kvadrat çıxılsın x, y bərabərdir 16, x minus y bərabərdir 2 tənliklər sistemindən x-i tapın. Birinci tənlikdən x-i vuruq çıxarsaq, x vurulsun x minus y bərabərdir 16, x minus y bərabərdir 2, x minus y 2 olduğundan 2x bərabərdir 16, x bərabərdir 8 olar. Cavab Y. Sadələşdirin. Modulda kök altda 11 çıx 3 üstə gəlmişsi modulda kök altda 11 çıx 5 ifadəsini sadələşdirin. Kök altda 11 3-dən kiçik olduğundan birinci ifadənin qiyməti mənfidir. Daha doğrusu kök altda 11 3-dən böyükdür. Bəli, 5-dən təbii ki kiçikdir. O zaman birinci modul içindəki ifadə mənfi olacaq. İkinci isə, daha doğrusu müsbət olacaq. İkinci isə mənfi olacaq. O zaman müsbətin modulu, müsbət ədədin modulu həmin ədədin özünə bərabər olduğundan kök altda 11 çıx 3 üstə gəl. Mənfi ədədin modulu isə həmin ədədin əksinə bərabərdir. Yəni 5 çıxılsın kök altda 11. Kök altda 11'lər burada islah olacaq. 5 çıxılsın 3, cavab 2 olacaq. Cavab A variantı. Modulda A-1 kiçik bərabərdir 4 bərabərsiyini həll edin. A-1 4 və mənfi 4 arasında yerləşməlidir. Buradan A 5 və mənfi 3 arasında olduğunu alırıq. Cavab mənfi 3, 5. B variantı. A6-nın bölündüyü natural ədədlər çoxluğu, B isə 8-in bölündüyü natural ədədlər çoxluğu olarsa, N A kəsişmə B-ni tapın. A bərabərdir 6-nın bölənləri 1, 2, 3 və 6-dır. B çoxluğu isə 8-in bölənləri 1, 2, 4, 8-dir. Deməli, A və B-nin kəsişməsi 1 və 2-dir. Onda N A kəsişmə B 2 olacaq. Cavab Y-dir. Trapesiyanın diaqonalı onun orta xəttini uzunluğu 4 və 9 cm olan iki hissəyə ayırır. Oturacaqlar fərqinin modulunu tapın. Trapesiya çəkirik. Trapesiyanın orta xətti
Deməli, diagonalla 2 hissəyə bölünür. 4 və 9. Onda bu hissə üçbucağın orta xətti olacaq. Yəni, kiçik oturacaq 8 olacaq. Bu hissədə böyük oturacağın yarısı olacaq. Çünki bu üçbucağın orta xəttidir. Yəni, 18 olacaq. Onda oturacaqlar fərqi 18 çıx 8 bərabərdir 10. Cavab A variantı. 2A kvadrat çıxılsın AB çıxılsın B kvadrat çoxhəddisinin vuruqlarından biri aşağıdakılardan hansıdır? Parçalama üsulundan istifadə edək. 2A kvadratı çıxılsın 2AB üstə gəl AB çıxılsın B kvadrat bərabərdir. Qruplaşdırsaq 2A-nı vuruq çıxarsaq A çıx B. Buradan B-ni vuruq çıxarsaq A çıx B. A çıx B ortaq vuruqdur. A çıx B vurulsun 2A plus B. Deməli, vuruqlardan biri A çıx B'dir, B variantı. ABC üçbucağında O medianların kəsişmə nöqtəsidir. AO 6-dır. OM parçasının uzunluğunu tapın. Medianlar kəsişmə nöqtəsində 2, 1 nisbətində 2 hissəyə ayrılır. AO 6-dırsa OM 3 olacaq. Yəni 6 bölü 2 bərabərdir 3. Cavab Y variantı. Şəkildə Y bərabər 2x olarsa bucaq A-nı tapın. Deməli, BY diametrdir. Onda YC qövsü 2x, BC qövsü isə 2y-dir. Və BY diametr olduğundan 2x plus 2y 180'dir. X plus y bərabər 90. Y 2x'e bərabər olduğundan 3x bərabər 90. X 30'dir. Y 60 olacaq. Cavab C variantı. Hesablayın. 2 tam 4'də 4 çıxılsın 1 tam 18'də 8. 2 tam 9'da 4 çıxılsın 1 tam 18'də 8. 2 tam 18'də 8 çıxılsın 1 tam 18'də 8. Bu da bərabərdir 1. Cavab A. Düzbucağın eni uzunluğundan 2 cm kiçik, diagonalı 10 cm olarsa onun sahəsini tapın. Deməli, düzbucağının eni x olsa uzunluğu x plus 2 olacaq. Diagonal isə 10 cm-dir. Pifagor teoreminə əsasən x kvadrat üstə gəl x plus 2'nin kvadratı bərabərdir 10'un kvadratı. X kvadrat üstə gəl x kvadrat plus 4x plus 4 bərabərdir 100. 2x kvadrat plus 4x çıx 96 bərabərdir 0. X kvadrat plus 2x çıx 48 bərabərdir 0. X1 bərabərdir mənfi 8, x2 bərabərdir 6. Viet teoreminə əsasən yazdıq. Deməli, təbii ki, x mənfi 8 ola bilməz, düzbucağının tərəfidir. Deməli, düzbucağın eni 6, uzunluğu 8'dir, sahəsi 6 vur 8 bərabərdir 48. Cavab D. Xaricinə çəkilmiş çevrənin radiusu 2 kök hatta 3 olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Xaricə çəkilmiş çevrənin radiusu medianın 3'də 2 hissəsinə bərabərdir və yaxud da hündürlüyün bərabər tərəfli üçbucaqda.
Yəni bu 2 kök hətta üstdürsə, onda medianların xassəsinə görə medianın qalan hissəsi kök hətta 3 olacaq. Median olacaq 3 kök hətta 3. Median həm də hündürlükdür. Bərabər tərəfli bucağın bucaqları 60 dərəcədir. 60 dərəcənin qarşısındakı tərəf 3 kök hətta 3-dürsə, 30 dərəcənin qarşısındakı tərəf 3 olacaq. Onda bucağın tərəfi 6 olacaq. Bucağın perimetri P bərabərdir 18. Cavab Y-dir. Və yaxud da bunu sinuslar teoreminin köməyi ilə də yaza bilərdik. Yəni A bölünsün sinus 60 bərabərdir 2R, yəni 4 kök hətta 3. A bərabərdir 4 kök hətta 3 vurulsun kök hətta 3 bölü 2. Eləcə də 6, perimetr isə 3A 18 olar. 20x kubu YZ bir hədisinin qüvvəti əmsalının neçə faizidir? Bu bir hədinin qüvvəti 3 üstəgəl 1 üstəgəl 1, yəni 4 olacaq. Yəni dəyişənlərin qüvvətləri cəmini tapırıq. Əmsal isə 20-yə bərabərdir. Yəni 4 20-nin neçə faizidir? 4 bölünsün 20 vurulsun 100 bərabərdir 16. Daha doğrusu 5 20 faizi doğru 20. 4 vurulsun 4 20 olacaq. Cavab B variantı. Uzunluğu 15 pi santimetr olan çevrənin radiusunu tapın. Çevrənin uzunluğu 2 pi r olduğundan 2 pi r bərabərdir 15 pi. 2 r bərabərdir 15. R bərabərdir 7 tam onda 5. Cavab 7 tam onda 5. A və B natural ədədlərdir. A plus B 10 olarsa B plus 7 bölünsün A plus 1 kəsirinin ən böyük qiymətini tapın. Kəsirin ən böyük olması üçün kəsirin sürəti böyük, məxrəci kiçik olmalıdır. O zaman B'ni biz 9, A'nı 1 götürərik. Onda kəsirin sürəti olacaq 9 plus 7, məxrəci olacaq 1 plus 1. 9 plus 7, 16 bölü 2, cavab 8 olacaq. A ədədi B ədədinin 40% olarsa, B ədədi A ədədinin neçə faizidir? Deməli, A bərabərdir 0,4 B. B bərabərdir A bölünsün 0,4. Yəni 2,5 A. Faizə çevirsək 250% olacaq. Deməli, B A-nın 250%dir. X minus 4 vurulsun X minus 9 kiçikdir 0 bərabərsizliyinin ən böyük tam həlli ilə ən kiçik tam həllinin cəmini tapın. Bu bərabərsizliyin həlli dörd və 9 arasında olan ədədlərdir. Çünki 9-dan sonra bu ifadənin işarəsi müsbətdir. 4 və 9 arasında mənfidir. 4-dən əvvəl isə müsbət olacaq. Deməli, bərabərsizliyin həlli 4-9 aralığıdır. Bu bərabərsizliyin ən böyük tam həlli 8-dir. Ən kiçik tam həlli isə 5-dir. 8 üstə gəl 5 bərabərdir 13. Uyğunluğu müəyyən edin. Birinci bərabərsizliklər sistemində X 2,5-dən böyükdür, 7-dən kiçikdir. İkincidə X 3-dən kiçik, 2-dən böyük olduğu kimi saxlayırıq. Üçüncüdə X 5-dən kiçik, 8-dən böyükdür. Birincinin həlli 2,5 7 aralığıdır. İkincinin həlli mənfi sonsuzluqdan 2-yə qədərdir. Üçüncünün həlli isə yoxdur. Çünki 5-dən kiçik, 8-dən böyük ədəd yoxdur, boş çoxluqdur. Deməli, 1-ə uyğun C-dir. Yəni, natural həllər sayı 4-ə bərabərdir. Burada 4 natural ədəd var.
3, 4, 5, 6. 2'yə B, D uyğun gəlir. Tam həllər sayı sonsuz saydadır. Natural həllərin sayı 2'dir. Yəni 1 ilə 2'dir. Deməli 2'yə B, D. 3'ə isə A uyğundur. Bərabərçilik sisteminin həlli yoxdur. A parametrinin hansı qiymətlərində 3x kvadrat çıxılsın 4x minus A kvadrat üçədlisinin qiyməti həmişə müsbətdir. Kvadrat üçədlinin qiymətinin həmişə müsbət olması üçün baş əmsal müsbət olmalıdır və diskriminant mənfi olmalıdır. Yəni x kvadratın əmsalı onsuz da müsbətdir. Deməli diskriminant mənfi olmalıdır. 16 çıxılsın 16 üstə gəl 12a diskriminant belə olacaq. Kiçikdir 0. 12a kiçikdir 16. A kiçikdir 16 böl 12. Yəni burada mənfi olacaq. Mənfi 16 böl 12. Yəni 4'ə ixtisarləsək mənfi 3'də 4. Mənfi 1 tam 3'də 1. Yəni A'nın mənfi sonsuzluq mənfi 1 tam 3'də 1 aralığı bu kvadrat üçədliyini həmişə müsbət edir. Cavab mənfi sonsuzluq mənfi 3'də 1. ABC üçbucağının AA1, BB1 təmbölənləri O nöqtəsində kəsişir. AA1, BB1 təmbölənlərdir. AB 9'dur. AC 8'dir. BC 3'tür. OB1 bölünsün OB nisbətini tapın. OB1 təmbölənin xassəsinə görə bura 3 olsa 9 bölünsün 3 bərabərdir AB1 bölünsün B1C. Yəni bu təmbölənə görə tərəflər mütənasib bölünməlidir bu hissələr. 9'u 3'ə bölündə 3 eləyəcək. Deməli bura x isə bura 3x'dir. 4x bərabərdir 8. X bərabərdir 2'dir. Deməli birinci nisbəti yazdıq. İkinci bu hissələri tapdıq. Yəni bura olacaq 6. Yenə burada təmbölənin xassəsinə görə üçbucaq A, B, B1'ə əsasən AO təmböləndir. Onda yenə təmbölənin xassəsinə görə 6 böl 9 bərabərdir. OB1 bölünsün OB. Yəni ixtisar aparsaq 2 böl 3. Cavab 2 böl 3. İspat edin ki, trapesiyanın xaricini çevrə çəkmək mümkündürsə, bu trapesiya bərabər yanlı trapesiyadır. Fərz edək ki, trapesiyanın xaricinə çevrə çəkilmişdir. Göstərək ki, bu trapesiya doğrudan da bərabər yanlıdır. Biz bilirik ki, əgər dördbucaqlının xaricinə çevrə çəkilirsə, onun qarşı bucaqlarının cəmi 180 dərəcədir. Yəni, alfa plus beta bərabərdir 180'dir. Onda bu fiqur trapesiya olduğundan bir tərəfə bitişik bucaqların cəmi də 180'dir. Onda bu bucaq da beta olmalıdır. Çünki bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcə olmalıdır. Və digər bu bucaq isə, yəni bu A, B, C, D desək,
D bucağı da alfaya bərabər olmalıdır. Çünki cəm 1 tərəf 2 180 olmalıdır. Onda əgər trapesiyanın oturacağına iki bucaqları bərabərdirsə, o bərabər yanlı trapesiyadır.